denən ki, tutaq ki, bunları işləsəm, qutarsam, bunu alacağım özümə. Bu çox bəsit bir nümunədir, işə də yarayır. Hər bir halda da, yəni özünü tamamən sıx, 30-dur ora və denən ki, yox da xərcə, yox da maral. Bunu yazıb qutarmamış heç yerdə durdu yoxdur. İstəyirsən 10 dəfə telefona bax, istəyirsən yat, istəyirsən başını qoy ora. Amma bunu yazmadan dura bilməzsən. Nə qədər tez yazsan, o qədər tez duracaqsan. Belə deyə bu hamımıza aiddir. Bilirəm ki, abituriyent vaxtı disiplin söhbəti çox çətindir. Onu saxlamaq çox çətindir. Bəzilərimizin elə qəşəng potensialı var ki, gedib 700 bal yığa biləcək uşaqları. Amma sırf orada oturmadığımıza görə, o testi işləyərəm də dediyimizə görə gedib 700 balı yığmırıq. 700 bal hamımıza lazım deyil, indi misal üçün deyirəm də. Ona görə də özünüzü məcbur eləmək məcburiyyətindəsiniz. Normalda mən bunu heç kimə tövsiyə eləmərəm. Necə istəyirsən elə yaşa, zövqlərin hər şeydən önəmlidir deyərəm. Amma bu mövzuda belə deyil. Əgər bir şey əldə etmək istəyirsənsə, özünü bəzi şeylərə məcbur qoymalısan, bəzi şeylərdən məhrum eləməlisən. Başqa kiminsə deyəcəyi nəsə var? Salam, mən danışa bilərəm. Buyur Zəhra.